Az qala bir ay olacaqdı ki, mən YouTube'da yox idim və Instagramda aktiv istifadə edə bilmirdim. Yeni vloguma hər biriniz çox xoş gəlmisiniz. Yeni ili o qədər çox sevirəm ki, istəyirəm ki, hər şey bayram havasına uyğun olsun. Ona görə işə ilk öncə öz yataq otağımdan başlayıram və yastıqlarımı dəyişirəm. Bizim toyumuz olan vaxtlar, hardasa 5 il bundan öncə pandemiya yeni bitirdi və o zamanlar inanın ki, toylar birdən-birə açıldı və sədərəkdə və ya digər cehiz satılan yerlərdə gedirdik mağazadan bir şey soruşurduq. Adam o qədər çox olurdu ki, adi vaxtı getsən özləri israr eləyirlər ki, bir şey satsınlar. Amma həmin vaxtı bir sözü soruşanda belə müştəri çoxluğundan adama düzgün cavab vermirdilər. Eləcə də mebellərim düzdür tam ürəyimcədir, amma ortopedik və qiyməti nisbətən yüksək bir matras seçməyimə baxmayaraq, matrasımdan da heç razı qalmamışam. Düşünürəm ki, bir dəfə onu da mütləq dəyişdirməliyəm. Düzdür, illərdir deyirəm, amma hələ də fürsət tapmamışıq onu dəyişdirməyə. Nəysə ki, yataq otağıma yüngülcə təmizlik edib keçirəm qonaq otağına. İş görə çəkmək özü ayrıca bir iş olsa da, mən sizi YouTube izləyicilərimi o qədər çox sevirəm ki, illərdir Instagramdayam və yeni olaraq da YouTube'a başlamışam bildiyiniz kimi. Amma son zamanlar o qədər çox iş yüküm olur ki, həm evdə, həm çöldə artıq çox yorulmuşdum və tükənmişdim. Ona görə artıq Instagramı və YouTube'u hətta silmək, dayandırmaq istəyirdim. Amma sizə o qədər çox isinmişəm ki, loru dildə desək, YouTube'dan qopa bilmirəm. Düşünürəm ki, bu platformada insan tam olduğu kimi davrana bilir və izləyicilərlə o bağı qura bilirsən. Instagramda isə bir neçə saniyə reelslərdə o bağı qurmaq olmur. Yolkamızı yeni evləndiyimiz ildə almışdıq. O vaxtı sədərəkdən getdiyi aldıq. Çox sevinərək, çox sevərək almışdım. O vaxt ağ yolkalar daha çox dəbdə idi. Mən də çox bəyənirdim. Amma son anda fikrimi dəyişdirib belə tünd rəngli almaq istədim. Düzü bunu mənə Müşfiq dedi ki, ağ alsan tez bezəsən, amma bu rəngdə alsan hər il fərqli bəzəklərlə bezmədən istifadə edəcəksən. İndi deyirəm ki, yaxşı ki onun sözünə baxmışam və belə tünd rəngli yolka almışam. Və çox sevirəm ki, yolkanı hər il bir tema üzrə, bir mövzu üzrə bəzəyim. Bu il seçdiyim mövzu məni o qədər çox yordu ki, hətta mən artıq pes etdim. Dedim ki, yox, mən bunu alındıra bilmirəm. Amma sağ olsun, anam mənə kömək elədi və fikrimdə tutduğum o yolka modelini mən hazırlaya bildim. Daha doğrusu anam hazırladı. Mən isə üzərini işıqlarla bəzədim. Daha sonra getdim sədərəkdən bu şaxta babanı aldım və bir neçə yeni il işığı falan da aldım. Çünki bu yeni çıxan işıqlardan bizdə yox idi. İndi burada sizə göstərəcəm bu fişəng kimi olan işıqlardan. Bu il mən bunu belə istifadə elədim. Amma inşallah gələn il başqa tərzdə istifadə etməyi düşünürəm. Yolkamın görüntüsü tam ürəyimcə oldu. Amma inanırsınız ki, mən vaxt tapıb nə yolkamla normal bir şəkil çəkdirə bildim, nə də ki bir doyunca baxa bildim. İnşallah gələn il tam fikrimdəki yolkanı quraram və onun ətrafında rahatca, huzurla, xoşbəxt otura bilərəm. Bu il heç yeni il bayramım da bilmədim ki, hardan gəlib, hardan getdi. Son zamanlar hər şey o qədər üst-üstə olur ki, heç bilmirəm nəyə qaçım, nəyə çatım, nə qalsın. Amma yenə də şükür dilimizdən əksik etməyək. Mən bunu tək sizə yox, özümə də deyirəm. Çünki özüm də bəzən o qədər çox şikayətlənirəm ki, insan nədən çox şikayətlənirsə, həmin şey daha da artır. Bişirdiyim yeməyə isə gəlsək, bu mənim ən sevdiyim yeməkdir. Qaymaqlı, toyuqlu, göbələkli, bilmirəm artıq adını, plov. Ümumiyyətlə mən plovu, yəni aşı çox sevirəm, hər formasını. Bu dəfə bu versiyada hazır elədim. Soğanları halqa-halqa doğrayıram, üzərinə toyuğun döşətini əlavə edirəm. Sonra onlar bir yerdə qovrulur, onları götürürəm. Sonra eyni tavada yenidən göbələkləri əlavə edib, göbələkləri biraz qovururam. Sonra hamısını bir-birinə qarışdırıb qaymağı da əlavə edirəm. Və bunun paralelində kənarda düyünü dəmləyirəm. Yəni bildiyiniz kimi suyu qaynadırıq, içərisinə duz atırıq. Su qaynamağa başlayanda düyünü 4-5 dəfə yuyuram, tam kraxmalı gedir və bu prosesi tezləşdirmək üçün hansı ki o keks falan çırpdığımız çırpma teli olur, onunla düyünü bir neçə dəfə soyuq suda qarışdırıram. Belə olduqda o kraxmal bulanıq suyu daha tez gedir və daha tez yuyulmuş olur. Yuyulur, biraz suda qalır. Hardasa 2 saat falan suda saxlayıram. Qətiyyən düyüdə yapışma falan olmur belə olduqda. İlk dəfə plov bişirdiyimi xatırlayıram. Hardasa 9-10 yaşlarındaydım. Anam çox xəstələnmişdi, soyuq olmuşdu və xalamı çağırdıq bizə gəlsin ki, həm yemək bişirsin, həm də anama biraz qulluq eləsin.
Mən onu gözləyənə kimi, o vaxtda bildiyiniz kimi internet falan da yox idi. Baxaq, getdim dayımın yoldaşından soruşdum. O mənə izah elədi necə bişirmək lazımdır. Hinduşka əti var idi evdə. Hinduşka əti ilə qaralı, gözəl bir aş bişirmişdim. Yanında isə səhv xatırlamıramsa, ya sup idi, ya ərişdədi. Yəni bunu yalançı olaram, amma aş 100% yadımdadır ki, həm sulu, həm quru yemək bişirmişdim. Xalam gələndə artıq ikisi də hazır idi. Dadına baxan hər kəs çox heyrətlənmişdi və çox bəyənmişdi. Nəysə ki, indi baxıb deyəcəksiniz ki, görəsən burada nə hazırlayırlar. Burada boşqab altlığı hazırlayırıq. Hansı ki Pinterestdə görüb çox bəyənmişdim. Getdim Sədərəkdə. Eynən o materialda parça tapdım, aldım, gətirdim və anam eyni gördüyüm formada, hətta oradakilardan daha gözəlini mənim üçün belə tikdi, hazırladı. O qədər çox bəyəndim ki, süfrədə də düşünürəm ki, çox gözəl görünəcək. Siz də öz fikirlərinizi yazsanız çox sevinərəm. Necə oldu, bəyəndiniz? Boşqab altlıqlarımız da hazır olduqdan sonra gedirik. Burada böyük bir mağaza var. Xırdalanda olanlar bilər ki, Müjgan adında mağazadır. Burada belə quru meyvələrdən tutmuş hər şeyə kimi var. Getdik buradan hər şey aldıq evimizə lazım olan. Xüsusilə bunu göstərmək istəyirəm ki, belə barbarisli çaydır. Dadı o qədər gözəl ki, çayı içəndə elə bilirsən ki, barbaris konfeti içirsən. Nəysə dostlar, bayram bazarlığımızda elədik. Burada gözəl bir belə ocaq qalanmışdılar. O qədər qəşəng idi ki, bunun istisi. Bazarlığımızı eləyəndən sonra gəldik evə. Bura Xırdalan bazarıdır. Biz böyük bazarlığımıza adətən çalışırıq ki, Xırdalan bazarından eləyək. Videomu izlədiyiniz üçün çox təşəkkürlər. Hələlik.